dinləyicilər, əziz müəllimlər, əziz şagirdlər, bugün biz bölmə sınaq time test toplusunda bölmə sınaq 6-nın izahını sizlərlə bölüşəcəyik. Ümid edirəm ki, hər biriniz üçün faydalı bir video izah olar. Burada çox maraqlı testlər var və bu testləri həqiqətən də işləməyə dəyər. Deməli, birdə qeyd olunur ki, Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Süleyman və 2-ci Səlimin fərqli və oxşar məqamları soruşulur. A-da qeyd edilir ki, Osmanlı Şimali Afrikanın işğalına başlamışdır. Bu hadisə 1-ci Səlimin dövründə baş vermişdir. Başlanması 1-ci Səlimin dövrüdür. Ona görə heç birinə aid olmayacaq. Dəniz döyüşündə düşmən qüvvələrin məğlub edilməsi 1541-də Süleyman İspan donanmasını, 2-ci Səlim isə Portuqal donanmasını məğlub etmişdir. Beləliklə bu ortaq cəhət olacaq. Kirit adasının fəth edilməsi 1669-da Fazil Əhməd Paşanın dövrünə düşür. 2-ci Səlimin dövrünə düşür Kipr. İndoneziya müsəlmanların təhlükəsizliyi üçün tədbirlər görən 2-ci Səlim idi. Burada D-ni götürəcəyik. Səfəvilərlə müharibə aparan da əlbəttə ki, Süleymandır. Doğru cavab 1-ə Y, 2-yə D, 3-ə də B olacaq. Bu dövlət müəyyən müddət Habsburqlar sülaləsi tərəfindən idarə edilmişdir. 16-cı əsrin birinci yarısında Osmanlıya, ikinci yarısında isə İngiltərəyə dəniz döyüşündə məğlub olmuşdur. Xüsusiyyətlərin aid olduğu dövlətin ərazisini müasir xəritədə müəyyən edin. İlk öncə gəlin müəyyənləşdirək görək, Habsburqlar hansı ərazilərdə torpaq sahibləri idi? Onlar İspaniyada, Avstriyada və Müqəddəs Romada bəli torpaq sahibləri olmuşdur. 16-cı əsrin birinci yarısında 1541-ci ildə Osmanlılar İspan donanmasını, ikinci yarısında isə İngilislər deməli 1588-ci ildə İspan donanmasını məğlub etmişdir. Beləliklə doğru cavab 2 olacaq. Burada gördüyünüz 3 isə Portuqaldır. 1 gördüyünüz Fransadır, 5 Almaniya, 4 də İtaliyadır. Doğru cavab 2-dir. Növbəti testə baxırıq. Neçəsi böyük coğrafi kəşflər dövründə Portuqallara aid doğru cavabdır? Yerin kürə formasında olması əyani cəhətdən sübut edən, burada Magellandan söhbət gedirsə, o İspan idi. Bunun üzərindən xətt çəkirik. Hindistan dəniz yolunun kəşf edilməsi, bəli, bu İspanlar, daha doğrusu Portuqallara aiddir. Ümid burnu Bartolomeu Dias, bu deməli İspan idi, daha sonra Portuqal idi. Daha sonra Kuba və Haiti adalarını kəşf edən Christopher Kolumb, hansı ki o deməli İtalyan idi. Ərəbistan və Hindistan tam şəkildə müstəmləkəyə çevrilməsi tam şəkildə deyildi. Burada tam şəkildə fikri yanlışdır. Meksikada Azteklərin dövlətinə son qoyan da məhz olmuşdur İspanlar. Burada doğru cavab olacaqdır ikisi. 5-ci suala baxırıq. Deyir, Qiyasəddin Balaban hadisə və nəticə əlaqələrin doğru verildiyidir variantı tapın. Qiyasəddin Balabanın hakimiyyətə gəlməsi Qiyasəddin Balaban özü Moğol hökmdarı deyil, Dehli hökmdarıdır. Əliəddin Xələcin islahatlar keçirməsi zəmindarlardan alınan torpaqların kəndlərə satılması yox, verilməsi idi. Satılmamışdır. Şəmsəddin Eltutmuş neçənci ildə hakimiyyətə gəlmişdir? Biz bilirik ki, Şəmsəddin Eltutmuş 1211-ci ildən hakimiyyətdədir. Hansı ki, onun hakimiyyəti illərində Əməvilər yox, Abbasilər idi hakimiyyətdə. C-ni də çıxıram. İbrahim Ludinin iri feodallara qarşı mübarizəyə başlaması, feodallar da kömək üçün Zahirəddin Babura müraciət edirlər. Amma onda Moğol hökmdarı deyildi. Doğru cavab Y-dir. Bəli, 14-cü əsrin sonlarına doğru Dehli sultanlığının zəifləməsi, Hindistanın cənubunda xırda müstəqil Hind dövlətlərinin yaranması doğrudur. Mən burada 3-ə baxmamışam, 3-ün üzərindən keçmişik. Deməli, oxşarlığın yanlış verdiyi cavabdır hansıdır? Murad kimi 1-ci Mahmud Qəznəlidə sultan titulu qəbul etmiş, doğru. 1-ci Süleyman kimi 3-cü Murad da Səfəvi dövləti ilə döyüşdə məğlub olmuşdur. Misal, 1-ci Süleymana biz 1535-ci ildə Həmədan döyüşünü götürə bilərik. 3-cü Murad üçün isə götürə bilərik məhz 1578-ci ildə Molla Həsənli, 1583-cü ildə Niyazabad döyüşü. 2-ci Osman kimi 2-ci Bəyazid də Səfəvi dövləti ilə dostluq münasibətləri qurmuşdur. Bəli, 2-ci Osman Şah 1-ci Abbasla, 2-ci Bəyazid Şah İsmayıl Xətai ilə dostluq əlaqəsi qurmuşdur.
Birinci Səlim kimi Birinci Süleyman da Afrikanın şimalında müəyyən ərazilər ələ keçirmişdir. Bayaq da dediyimiz kimi Afrikada işğalları həyata keçirməyə başlayan Birinci Səlim və Süleyman da dövrünü oxuyanda deyir ki, Şimali Afrikada xeyli ərazilər ələ keçirdi. Bu da doğrudur. Y-də yazılır ki, Orxan Qazinin dövründə olduğu kimi Osman Qazinin də dövründə Osmanlı dəniz dövləti idi. Bu yanlış cavabdır. Çünki Osman Qazinin dövründə dəniz dövləti yox, məhz Orxan Qazinin dövrətində dəniz dövləti idi və burada da donanmanın mərkəzi İzmir şəhəri sayılırdı. 6-cı sualda qeyd olunur ki, klassik orta əsrlərdən fərqli olaraq klassik dövr 11-15-ci əsrlər qeyd edək. Son orta əsrlər isə 16-17-ci əsrləri əhatə edəcəkdir. Fransaya aid doğru cavabı tapın deyir. Yəni, hansı ki biz son orta əsrlərə aid olan hadisəni tapırıq. Hansı ki bu hadisə klassik orta əsrlərdə olmamalıdır. 100 illik müharibədə İngiltərə ilə mübarizə aparması, 100 illik müharibədə Fransaydı. 100 illik müharibədə 1337-1453'dür. Bu klassik dövrə aiddir. Məndən isə son orta əsrlər dövrünü soruşur. Anglikan kilsəsi Fransada deyildi. İngiltərədə yaranmışdı. Mərkəzləşmə prosesinin başa çatması 15-ci əsrin sonudur. Bu da aid olmayacaq. Latın dili fransız dili ilə əvəz edildi. Bəli, bu 1530-cu il məhz 16-cı əsrə aid olacaq. Bu da son orta əsrlərə aiddir. Vəba epidemiyası isə 13-cü əsrin sonu 14-ün əvvəlidir. 7-ci sualda deyir ki, Qızıl Ordu dövlətində mülki işlərə, Dehli Sultanlığında həm mülki, həm hərbi işlərə rəhbərlik edən kimdir? Əlbəttə ki, baş vəzirdir. 8-ci suala baxırıq. Rafael, bu abituriyentlərdə bu sual yoxdur. Abituriyentlər bu sualın üzərindən keçə bilər. Amma müəllimlər üçün, müəllimlərə aid olan bir sualdır. Hazırlamış olduğu xəritədə bir vaxtlar Qaraxanlı dövlətinin də paytaxtı olmuş şəhəri dünyanın mərkəzi olaraq göstərən Mahmud Kaşqarıdır. Deməli, Kaşqari. Deməli, 4-də A olacaq. Dalğıc kostyum maketini işləyib hazırlanan əlbəttə ki, Da Vinci'dir. 2-yə, 3-ə B, deməli 4-də A, 3-ə B. Görək tapa bilirikmi? Yox, da 4-də 3-ə B, 4-də A. Aha, demək hamısında var. Sonra Florensiya şəhərinin himayədarı hesab edilən David heykəldir. Bu, hansı ki burada heç birinə aid deyil. Michelangelo'ya aid olacaqdır. Burada bunun üzərindən xətt çəkirik. Daha sonra Müqəddəs Pyotr kilsəsinin tikintisinə rəhbərlik edən Rafaeldir. Rafael 1-ə D olacaqdır. Hazırladığı təqvimdə miladi təqvimdən daha dəqiq hesablamalar apar Ömər Xəyyamdır. Deməli, 1-ə D, 2-yə Y olan cavab 1-ə D, 2-yə Y. Doğru cavab C-dir. Deyir ki, Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. 2-ci Henrix, 4-cü Gözəl Filip. Deməli, 2-ci Henrix hakimiyyətdə 1154-dən 1189-a qədər hakimiyyətdədir. 4-cü Gözəl Filip 1285-1314-cü ildir. Hərbi islahatına görə bütün hər kəs kralın çağırışı ilə hərbi əməliyyatda iştirak etməsi. Hərbi islahata görə bütün hər kəs yox, azad əhali. Azad əhali kralın çağırışı ilə hərbi əməliyyatda iştirak etməsi 2-ci Henrixdə. Sadəcə burada hər kəs yazıbdır. Burada azad adam olmalıydı. Üzərindən xətt çəkilir. Klassik orta əsrlərdə hakimiyyətdə olması klassik 11-15-ci əsrləri əhatə edir. Bəli, 11-15-ci əsrdə hər ikisi hakimiyyətdə olmuşdur. Bütün təbəqələrin dəstəyini qazanmaq üçün məclis çağıran 4-cü Gözəl Filipdir. 2-yə S olacaqdır. Kral baron qoşunlarına Kralın baron qoşunlardan asılılığını azaldan 2-ci Henrix idi, hansı ki bu qalxan pulu tətbiq etmişdir. Flandriyanın bir neçə şəhərini də ələ keçirən məhz deməli 4-cü Gözəl Filipdir. Flandriyanı ələ keçirmək istəyir. Bəli, bir neçə şəhərini 2-yə də S, Y-dir. İndi belə bir cavabı hardan tapaq biz? Bəli, 9-a cavab olacaqdır B variantı. Oldu. 10-cu suala baxırıq. Verilmiş məlumatlardan neçəsi 2-ci Mehmet və 2-ci Bəyazıt üçün oxşarlıqdır? Yeri gəlmişkən, mən müəllimlər üçün hazırladığımız MİQ sertifikasiya sınaq imtahanında burada Venesiyaya qarşı mübarizəni yanlışlıqla 2-ci Bəyazıt demişəm. 2-ci Mehmet demək yerinə 2-ci Bəyazıt deyilibdir. Ona görə o məsələdə siz özünüz də diqqətli olarsınız ki, orada yorğunluqdan belə bir ifadə işlənmişdir. 2-ci Mehmet və 2-ci Bəyazıt üçün oxşarlıq
Bəli, Venesiyaya qarşı mübarizə 2-ci Mehmedin dövründə başlayır. 2-ci Bəyazit də Venesiyaya qarşı mübarizə aparmışdır. Ağqoyunlu hökmdarı Yaqub Paşalı dostluq əlaqələri quran məhz 2-ci Bəyazit olacaqdır və yenə də gəlin hakimiyyət illərinə nəzər salaq. Hansı ki, hakimiyyət illəri nə vaxtdan başlayırdı dedik. Hakimiyyət illəri 2-ci Yaqub Paşanın hakimiyyət ili 1478-dən başlayır 1490-a qədər. Bəli. Və bu aralıqda da hakimiyyətdə bəli 2-ci Bəyazit olmuşdur. Hakimiyyətdən zorla endirilməsi bu 2-ci Bəyazitə aiddir. Dövlətin paytaxtının İstanbul olması bəli hər ikisinin dövründə dövlətin paytaxtı İstanbul idi. Azərbaycanda mövcud olan dövlətin paytaxtının tutulması da heç biridir. Burada doğru cavab oldu ikisi. İkisi A variantı. Növbəti suala baxırıq. Deyir ki, 11-ci sualda hadisə və nəticə əlaqələrin düzgün verildiyi cavab hansıdır? 4-cü gözəl fili Flandriyanı birləşdirmə cəhdi Flandriyada üsyan baş verməsi. Bəli, elə burada doğru cavab A variantıdır. Gəlin digərlərinə də baxaq. Böyük Azadlıqlar Xartiyasının imzalanması ilə Fransada, Böyük Azadlıqlar Xartiyası Fransada deyil, İngiltərədədir. Kresi döyüşünün baş verməsi Fransa kralı əsir alınır 1356-cı ildə. Azincourt döyüşündə ingilislər qalib gəlməsi Fransanın şərq ərazilərinin tamamilə şərq deyil, bu şimaldır. Fransanın şimalının İspaniya və İtaliyaya yaxın yerləşməsi Fransanın şimalı yox, Fransanın cənubudur İspaniya və İtaliyaya yaxın olan. Doğru cavab A-dır. Moğol dövlətin qızıl əsri hesab edilən hökmdarın hakimiyyətə gəldiyi əsrin son rübündə. Deməli, ilk öncə gəlin buranı başa düşək. Deməli, Moğol dövlətinin qızıl əsri hesab edilən hökmdar Əkbər Şahdır 1556-dan 1605-ə qədər hakimiyyətdədir. Gəldiyi il deyir. Onun son rübündə. Onun son rübüdə olur 1576-dan 1600-cü ilə qədər olan hissə. İndi mən nə etməliyəm? Son rübündə İngiltərə tarixinə aid olan hadisə. İngiltərə Respublika dedikdə, İngiltərə Respublika elan edilməsi 1649, bunu keçirəm. Sülalə dəyişikliyi olmayıb, 1603-də olubdur. 16-cı əsrin 40-cı illərində, nə deyir? 16-cı əsrin 40-cı ildə Osmanlı 16-cı əsrin 40-cı illərində Osmanlıya məğlub olan ölkənin hərbi donanmasını məğlub etmişdilər. Bax, bu doğrudur. 1541-ci ildə Osmanlı donanması, İspan donanmasını məğlub etmişdir. Həmin donanmanı bir də 1588-ci ildə İngilislər məğlubiyyətə uğradacaqdır. Sonra burada qeyd olunur ki, Anglikan kilsəsi yarandı. Anglikan kilsəsi məhz 16-cı əsrdir və 16-nın əvvəlinə təsadüf etməlidir. Parlamentin fəaliyyətə başlaması, bu da 1265-dir. Bu da heç uyğun deyil. Doğru cavab olacaqdır C bəndi 12-də. Növbəti suala baxırıq. Osmanlı qanunnaməsinin qəbul edildiyi əsrdə deyil. Osmanlı qanunnaməsinin qəbul edildiyi əsr. Osmanlı qanunnaməsi 1476-cı ildə qəbul edilmişdir. Avropada baş vermiş hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Avropada baş vermiş hadisələrin. Bu hansı ki Avropada baş verməlidir. 100 illik müharibənin başlanması 1337-dir. Bu qanunnamə qəbul edən vaxta aid deyil. Fransada 11-ci Ludovikin hakimiyyətə gəlməsi 1461 olmalı idi. Bu aiddirmi? 76 deyir də. Əsr deyir. Əsrdirsə aiddir, bəli. Otluqbeli döyüşün baş verməsi 1473. Bu da aiddir 15-ci əsrə. Lakin bu Avropada baş verməmişdir. Fransa və İngiltərə arasında sülh bağlanması 1453-cü ili nəzərdə tutur. Bəli, bunu da aid edə bilərik. 2-4 olan cavab varmı? Fransada İngiltərəyə qarşı partisan müharibəsi taktikasında istifadə edilməsi Fransa İngiltərəyə qarşı bəli, partisan müharibəsi taktikasından istifadə etməsi. Bu səhv eləmirəmsə Azincourt döyüşü olmalı idi 1415-ci ildə. Bax, burada cavab belə götürəndə necə olmalıdır? 2, 4, 5 deyir. Amma burada xronoloji ardıcıllıq hissəsinə diqqət yetirək. Burada 5, 4, 2 olacaqdır. Y bəndi. Müvafiq olaraq özünü Roma papasının vassalı elan etmiş. Vassalı elan etmiş və Roma papasını özündən asılı vəziyyətə salmış. Asılı vəziyyətə salan biz bilirik ki, Fransadır.
Fransanı bura yazaq, bəri başdan. Və yaxud da varmı? Burada var. Hə, müvafiq olaraq özünü Roma papasının vassalı elan edən. Vassalı elan edən bunların içərisində İngiltərədir. Doğru cavab 1 və 3 olacaq. Növbəti suala baxırıq. Amma burada 2 dənə cavab var. Bir dəqiqə. 1, 3, 3, 1. Roma papasının özündən asılı vəziyyətə salmış. Hə, ardıcıllıqla. Birinci yəqin ki bunu, bu hissəyə baxmalı. Roma papasının vassalı elan edilmiş. İngiltərədirsə, sonra da olmalıdır Fransa 3-1. Y bəndi. Növbəti suala baxırıq. 15-ci sualda qeyd olunur ki, Misir Fironu 1-ci Tutmos və Makedoniyalı İskəndərin eyni zamanda Səlcuq hökmdarı Məlikşahın tutmuş olduğu ərazinin xəritədə müəyyən edin. Bu Ön Asiya ərazisidir. Ön Asiyada da burada bizim gördüyümüz, baxın bu 3-dür. Ön Asiya ərazisi. Burada Suriya Fələstindir. Bizim gördüyümüz hissədə Fələstindir. Doğru cavab olacaqdır 3. 3 olacaq. Növbəti suala baxaq. 16-cı sualda oxşarlıq deyir, düzgün verilməyib. Səlcuq Sultanı Məlikşah kimi Monqol hökmdarı Çingizxan da hərbi islahat keçirib. Bu doğrudur. İngiltərə kralı 1-ci Vilhelm kimi Hülakü xan Qazanxan da məhkəmədə bəli ilə bağlı tədbirlər həyata keçirmişdir. Bunu da biz oxuyanda görmüşük ki, 1-ci Vilhelm də məhkəməyə ciddi nəzarət edir və yaxud da bu sahədə islahatlar, tədbirlər həyata keçirmişdir. Osmanlı Sultanı 2-ci Mehmet kimi Alparslanı Bizans qüvvəsini məğlub edib 1453 2-ci Mehmet, Alparslan 1071-dir. Salari hökmdarı Merzban İbn Məhəmməd kimi Osmanlı Sultanı 2-ci Bəyazid də qanunnamə. Qanunnamə qəbul edən 2-ci Mehmeddir, 2-ci Bəyazid deyil. Ona görə D olacaq. Deyir, Dehli Sultanı Əliyyəddin Xələc kimi Atabəy hökmdarı Özbəkdə Monqollara qarşı mübarizə aparmışdır. Bəli, bu da doğrudur. Əlbəttə ki, aparmışdır. Sonra burada 17-ci sualda demək olar ki, Dehli Sultanların çoxunda Monqollara qarşı mübarizə var. Məsələn, burada biz deməli Şəmsəddin Eltutmuşda görürük, Qiyasəddin Balabanla, Əliyyəddin Hilçidə Monqollara qarşı mübarizə apardığını görürük. Yanlış variantı deyir, 17-də deyir, daha gec baş vermişdir. Niqbolu 1396, Çirmən 1371, Təbəriyə 1187, Maltəpə 1329, Kosovo döyüşü 1389. Daha gec baş verən hadisə burada oldu, Niqbolu döyüşü. Bəli, A variantı. Növbəti suala baxıram. Yanlış variantı müəyyən edin. Əmir Teymur Çinə yürüşü hazırlaşarkən vəfat edib. Doğrudur. Daha sonra qeyd olunur ki, Terek döyüşündən sonra Teymuri qüvvələr Toxtamışı təqib edərək Saraybatı. Baxın, Toxtamışı məğlub edib Saray Bərkəni tutub dağıdırlar. Saray Bərki olmalıdır, Saraybatı deyil. Digər variantlara baxaq. Teymur Hindistana yürüş etdikdən bir il sonra Azərbaycana 3-cü yürüşü başladı. Bəli, 1398 üzərinə gəl 1, bunun 3-cü yürüşdür, düzdür. Şahruğun dövlətin paytaxtı 15-ci əsrin 50-ci illərində Qaraqoyun qüvvələri tərəfindən tutulacaq şəhərə köçürüldü. Bəli, yəni Herata köçürülmüşdür. Hüseyin Bayqara dövrünün nüfuzu nisbətən bərpa olunmuşdur. Bəli, və Hüseyin Bayqara Teymurlərin sonuncu qüdrətli hökmdarı sayılır. Xronoloji ardıcılığı müəyyən edin. Papa 3-cü İnokentin rəhbərliyi xaç yürüşünün başlanması 1202, Latın İmperiyasının yanması 1265, Konstantinopolun tutulması 1204, Səlahəddin Əyyubinin deməli Əyyubun Qüdsü azad etməsinə cavab olaraq, bu da 1202. Üzr istəyirəm, bir dəqiqə. Səlahəddin Əyyubun Qüdsü tutmasına cavab olaraq növbəti xaç yürüşü 1187. Sona çatması 89. 3-cü Səlib yürüşü 1189. Axıra qədər oxumaq lazımdır. Deməli, burada mən birinci nəyi götürməliyəm? Mən burada birinci götürməliyəm 4-ü. 4-ü götürəndən sonra götürürəm 1-i. 1-i götürəndən sonra götürməliyəm 3-ü, ən sonunda da 2-ni. 4, 1, 3, 2 S bəndi olacaq. 20-ci suala baxırıq. Verilmiş məlumatlardan hansı aşağıdakı şəxslərin heç birinə aid deyil? Biliyin müşahidə və təcrübənin köməyi ilə əldə edildiyini bildirən Roger Bacondur. Bəli, müşahidə və təcrübənin köməyi ilə A variantı. İlk dünya səyahəti başa çatdıran İspan səyyahı bu Magellandır. Bir dəqiqə. Daha sonra bir dəqiqə. Səyahətin başa çatdırmış, çatdıra bilməmişdir Magellan. Bunu götürməyəcəyik. Bir dəqiqə bunu saxlayaq. Tərəfdarlar Luther adlanırdı.
Lüteranlar adlanırdı. Bu Martin Luther'dir. Bunu da tapdıq. Moskva şirkətin fəaliyyəti ölkəsində qadağan edən 4-cü İvandır. Fransada protestantlıq etiqadlarından birini yaratmışdır. Jean Calvin əlbəttə ki. Kalvinizmi. Burada bəli dünya səyahətini başa çatdıra bilməyən Magellan olmuşdur.